Herkese salam. Bu günlər Linux Mint'i quraşdırdıqdan sonra nələr etmək lazım olduğunu izah edəcəm. Linux Mint'i quraşdırdıqdan sonra bu menü gəlir. Xoş gəldiniz. Bu menü nə üçündür? Linux quraşdırdıqdan sonra burada vacib məqamlar var. Məsələn üçün nədir? Masaüstü nəqlər. Burada sizi Linux Mint'lə tanış eləyir. Nələr var, nələr yox, nə üçündür. Deməli, birinci masaüstüyə gəlir. Məsələn, masaüstüyə girdikdən sonra başlatırıq. Burada temalar var. Hansı tema siz məsəl üçün bu aşağıdakı qovluqları görürsünüz. Məsələn, bu rəngi dəyişib belirləyə bilirsiniz. Belə özünüzə uyğun seçə bilirsiniz. Və buradan açıq, qara, karma var. Məsələn, koyu mən seçirəm. Belə bir şeydir bu. Anlıq görüntülümü nədir? Bu çox vacib bir şeydir Linux'da. Nə olduğunu izah edəm. Məsələn, kompüteriniz çöktü və ya bir şey elədiniz. Bir səhv elədiniz. Kompüter çökəndən sonra siz bunu dala qaytıra bilirsiniz. Məsələn, bir vacib bir kompüterin içində detal sildiniz və ya driver sildiniz və ya lazım bir vacib bir proqram sildiniz. Məsələn, kompüterin işləməsində çox vacib bir şey sildiniz. Qaytıra bilirsiniz. Necə o? İndi bunu quraşdırma göstərəcəm. Başlata bıraq. Burada məsələn parolumuzu istəyir. Deməli, burada biz necə sonrakıya vururuq. Gözləyə biraz. Aha, deməli. Burada bizim yaddaşımız var. Bizim əsas ana yaddaşımız budur. Sonrakına vuraq. Və burada nədir? Bunda nədir, bu nədir? Deməli, burada ön işinə var. Bunu aktiv edirik. Bunu 2 edirik. Bu belə 5 qalsa yaxşıdır. Deməli, bunlar nədir? Bu günlük aktiv elədiyimiz 5'dir. 5 nədir? Bura 5 nəyə yazılıb? Məsələn üçün, bu günlərə ayın 4'üdür, iyulun 4'ü. İyulun 5'i. İyulun 5'i bir dənə yedək altı sistem üçün. İyulun 6'sı bir də yedək altı sistem üçün. 7'si də yedək alır, 8'i də, 9'u da. Oldu 5 dənə yedək. 6'cı yedək gəldi deyilsə, İyulun 10'u. Artıq 6'cı yedək gəldikdə bu köhnə yedək çıxılır. Bu silinir. Və tamamlanır 5'ə. Ona görə köhnə silir. 5'ə tamamlanması üçün 6 olmalı deyil, 5'dir. Çünki bura 5 yazmışıq. 11 iyulunda 6-cı iyulun 6'sında olan yedəyi silir. Bu sistem bərpa etmək üçündür. İndi ön işləmə nədir? Ön işləmə ingiliscə boot deməkdir. Boot nədir? Kompüter enerji düyməsindən bastığın an prosesorun CPU heç bir əməliyyat sisteminin Windows, Linux, Android tanımır. Bu boş bir lövhə kimidir. Bu boş lövhə hazırlayıb əməliyyat sistemini RAM-a yükləyir və kompüterin istifadəsini yararlı hale gətirməkdir. Məsələn üçün, kompüter yandıranda birinci boot menüsü gəlir. Sonra sistem açılır. Bu birinci günlük qoyduğumuz bu sistem üçün də açılandan sonra botu isə kompüter açılmadan əvvəl. Əgər botu bir şey olarsa, burada artıq 2 dənə bot var. Xarab bot gedir, işləy bot, yedək onu əvəzləyir və özünə sistem gətirir. Sistem özünü gətirir ona. Bunun üçün də niyə 1 yox 2? Çünki 1 olsa, 1 xarab olsa nə edəsiniz? 2 olsa yaxşıdır. Artıq olmasa yaxşıdır, yer tutur. İkincisi yəni 2. Biri mütləq işləyir, biri backup üçün, biri əsas üçün. Bu günlük 5 olsa bəsdir, kifayətdir. Ən yaxşısı. Özü avtomatik silir. Dediyim kimi, özü avtomatik silir günü 5 tamamlamaq üçün. 11 olanda iyulun 6'sındakı backup'ı siləcək. Çünki 5'dir. 1, 2, 3, 4, 5. 11 yıl 5-ciyə düşməlidir. Deməli 6 burada çıxır. 7'dən başlayır. Bu bunun üçün yəni 5 günlük alır. 6-cı gün olanda ən birincini silir. Belə eləyir. Deməli sonrakına basaq. İndi bura nədir? Bu pəncərəyi biraz böyüdüm. Tüm dosyaları haric tut. Sadəcə gizli dosyaya daxil et və tüm dosyaya daxil et. Bu nədir? Əgər yaddaşınız varsa və faillərsə çox vacibsə, bundan açmanız da yaxşıdır. Bu nə üçündür? Bu bütün dosyalar üçün yedəyini alır. Şəkil, video filan hamısını. Bu isə ancaq sistem proqramından alır. Məsələn, sistem proqramına bir şey istəsəniz, onları geri qatıra bilərsiniz. Bu onun üçündür. Və bizə hələ ki minimaldan götürək sistem proqramı lazımdır. Vacib olan.
Sonra ikinə vururuq. Bittiyə vururuq. Və tam shifter hazırdır. Tam shifter adı türkçə sistemanlıq görüntülərdir. Bitdi. Buradan çıxırıq və buradan sürücü yöneticisine giririk. Bu video kart alanlar üçün. Məsələn, Nvidia video kart alanlar üçün bunu göstərmişdim sizə. Nəysə. Bu isə güncəlmə yöneticisidir. Bunu görürsünüz güncəlmə yöneticisini. Güncəlmə yöneticisi burada da var. İkisi eyni şeydir. Sadəcə bu burada örsəndə bir dəfə. Sonra bunu quşu bağlayıb X avtosuz bir də gəlməyəcək. Buradan girib güncəlmə yükləyə bilərsiniz. Məsələn, buradan da başda fərqi yoxdur. İkisi də eyni şeydir. Gözləyirik. Və güncəlləməyə kura vururuq. Bura kodumuzu yazırıq, parolumuzu. Bitdi. Güncəlləmə yüklənir. Bitdi. Güncəlləmə buydu. Bir daha kodumuzu yazırıq. Bir de bir şey deyim. Məsələn, güncəlləmə eləyəndə bir xəta çıxsa, yazılım kaynaqlarına dəyişə bilərsiniz. Məsələn, videoda problem çıxdı deyəsən, dəyişmə olur. Məsələn, bura giririk, biraz gözləyək, burada serverlərə seçilir. Hansı sürətlə son seçin, ən yuxarıda olanı. Ən yuxarıda olan bu da elə ki, ümumiyyətlə çox vaxt Yandex Team olur, ən yuxarıdakı. Yəni bunlardan seçə bilərsiniz. Məsələn, bunu seçək. Bir də girək. Hələ ki buymuş. Buradan baxsıq güncəlləyirik. Yəni belə problem çıxanda güncəlləmə olmayında buradan girib dəyişə bilərsiniz. Məsələn, o arada indi bir dəqiqə problem çıxdı. Məsələn, dəyişdi. Dəyişə bilir yəni serverə. Bir bu sürətli ola bilir, bu dəyişkəndir biraz. İnternetdən asılıdır. Yanadan. Buradan ən sürətli seçirsiniz, bitdi. Sonra nə edəcək? Qoyaq kənara. Güncəlləmədən sonra sistem ayarları var. Bunlar sistem ayarlarıdır. Buradan istədiyiniz seçirsiniz. Ekran koruyucu və eklentilər falan. Bunlardır. Yazılım yöneticisi. Bu bizim mağazamızdır. Buradan istədiyimiz proqramları yükləyirik. Açılsın. Məsələn, sizə bir proqram deyəcəm. Video və mahnılar üçün. İki dəfə açılanda biraz vaxt alır. Məsələn, videolar üçün VLS proqramı. Buradan girdik, kura basırıq, devam edə vururuq, parolumuzu yazırıq və yüklənir proqram. Burada yine aslında proqram yükləyə bilərsiniz. Məsələn, proqram alacaq. Brave burada var. Buradan yükləyə bilərik. Kur. Bu Brave məsləhət görürəm, yaxşı browserdir, bloklayıcısı var, yaxşıdır, reklam bloklayıcısı var və rahatdır. Chrome'dansa bu yaxşıdır, Chrome'da reklamlar var, məsələn üçün, bunda reklamlar əngəlləyicisi var, sonra YouTube'da reklam gəlmir, bunda quraq, VLS quruldu deyəsən, bəli, VLS quruldu, buradadır, gördüyünüz kimi. İndi Brave'i quraq. Bu bunun içində və güvənli duvarı var. Bu güvənli duvara yaxşı bir şeydir. Güvənli duvarda bildiyiniz kimi. Çox tane getmək istəmirəm, video uzamasın. Bunu aktiv eləyək. Bitdi. Bunlar buracan idi. Burada da belləklər var, sizə oxuyursınuz, belgələr.
yardım, bu web forumdur kömək üçün. Bunlar da budur. Buradan çıxaq. İndi açaq Brave. Məsələn üçün YouTube yazaq. Görürsünüz, reklam yoxdur. Reklam yoxdur və yaxşıdır. Bunu istifadə edərsiniz. Əgər video sizin üçün faydalı olsa, videomu bəyənib, yorum yazmayı unutmayın. Bildirişdən tez xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olun. Gələcək videomuzda Linux komandaları haqqında video çəkəcəm. Linux komandaları sizin üçün faydalı olacaq. Komandalar dedikdə çox dərinə gedib proqramist cəhətdən deyil, istifadə cəhətdən göstərəcəm. Komandalar sizin daha sürətli işləməyinizə və daha rahat işləməyinizə imkan tanıyır. Komandaları bilmək vacibdir. Linux'un bəzi təməl komandalarını bilməyiniz sizin üçün çox faydalı olacaq. Görüşənədək hələlik.